Salam, bugün səhər tezdən qonağım gəldi. Evdə heç bir şirniyyat olmadığına görə tez bir zamanda evdə olan ərzaqlarla keks hazırlamaq qərarına gəldim. 4 ədəd yumurta, 180 qram şəkər tozu, 80 milli yağ, 100 milli süd, vanil qabartma tozu və unu əlavə edib yaxşıca mikserlə qarışdırdım. Çox dadlı və zərif bir keks alındı. Bişirib yeyən hər kəsə nuş olsun.